əsas mövzu kimi zəli terapiyasını götürmək istəyirəm. Yəni yay dövrü olduğu üçün bu dəqiqə insanlarda müəyyən xəstəliklər, o cümlədən babasil xəstəliyi artmaqdadır. Yəni səbəb isti hava ilə əlaqədar soyuq su içmə, soyuq su ilə yunma, çox oturma, qəbizlik, bütün bunlar gətirib anus ətrafındakı venoz damarlar var. Onların şişməsinə gətirib çıxarır. Onların varikozuna gətirib çıxarır ki, buna da babasil deyirlər. Latin desə gemoroy adlanır. Yəni qan axma kimi qeyd olunur. Amma ola bilər qan olmasın, həmən nahiyədə, anus nahiyəsində düyünlər əmələ gəlir və həmən düyünlərdə qan yığılır, insana əziyyət verir, ağrı verir, qaşınma verir. Və bunların müalicəsində biz hal-hazırda zəli terapiyasından istifadə edirik. Və babasil xəstəliyinin bizim sahəmizdə olan xəstəliklərə birbaşa təsiri var. Yəni, mənim müalicəsi ilə məşğul olduğum prostatitlərdir, sonra vezikulitlərdir, xaya toxumalarının iltihablarıdır, orxiddir, epidimitdir. Bunlar hamısı qonşu orqanlardır və bir orqanda olan durğunluq, iltihab dərhal başqa orqana keçir. Ona görə babasili müalicə eləməklə biz həmən şəxsi həm də eyni zamanda prostatit və vezikulitdən sığorta eləmiş oluruq. Yəni, o xəstəliklərin qarşısını almış oluruq və əgər həmin şəxsdə o xəstəliklər varsa və onun da sanki bir müalicəsini eləmiş oluruq. Ona görə bu vəziyyətlə əlaqədar olaraq kimdə babasil xəstəliyi kəskinləşibsə, aktivləşibsə, narahatçılıq yaradırsa və yaxud aşağı ətraf venalarında gərginlik varsa, ağrı varsa, sızıldama varsa, bu şəxslər müraciət edə bilərlər. Biz zəli terapiyasını, yəni yüksək səviyyədə, profesional səviyyədə həyata keçiririk. Zəli müalicəsi eləyirik. Zəli müalicəsinin bu işdə xeyri nədir? Zəli müalicəsi dərman və cərrahi müalicədən fərqli olaraq babasildə, yəni damar problemlərində bilavasitə səbəbi aradan qaldırır. Yəni, durğunluğu aradan qaldırır. Venoz klapanlardakı çaşmamazlığı aradan qaldırır və bununla müalicə edir. Ona görə zəli müalicəsi bütün bu müalicələrdən üstündür. Nəyə görə? Birbaşa səbəbə işləyir. Birbaşa səbəbi aradan qaldırır və gözəl nəticə verir, gözəl nəticə verir. Və əsas üstünlüyü də ondadır ki, onun insana ziyanı yoxdur, təbii ki, mütəxəssis əlində. Eyni zamanda zəli istifadə edərkən həmən şəxsdə qanın durulaşması, qanda xolesterinin aşağı düşməsi, şəkərin aşağı düşməsi, bir sıra mənfi göstəricilərin azalmasına eyni zamanda nail olmaq olur. Qan dövranının artmasına nail olmaq olur ki, bu da insan sağlamlığı üçün çox vacib amillərdir. Çox insan həyatı üçün, insan sağlamlığı üçün bunlar çox vacib amillərdir. Ona görə məsləhət görürəm, belə hallarda zəli terapiyasına müraciət edəsiniz, zəlidən qorxmayasınız, burada qorxulu heç bir şey yoxdur. Müalicəvi bir vasitədir. Qədim dövrlərdən hətta qədim Misir fironları belə bu zəli terapiyasından istifadə ediblər. O cümlədən İslam Peyğəmbəri də bu zəli terapiyasından istifadə edib. Çox da məsləhət görüb insanlara ki, bunlardan istifadə eləsinlər. Yəni, zəli terapiyası çox xeyirli, çox müalicəvi bir vasitədir. İndi keçək suallarımıza.